Herkese yeniden salamlar. Yeni ve belki de en derin teoloji silsilələrimizdən biri ilə qarşınızdayıq. Keçən həftələrdə xilafət və itaət ayələrini söküb yığdıq. Bugün isə Şia alimlərinin imamət məqamının üstünlüyü və müstəqilliyi ilə bağlı ən əsas dəlil saydıqları Bəqərə surəsinin 124-cü ayəsinə, yəni İbrahim Peyğəmbərin imamlığı məsələsinə giriş edirik. Salamlar. Bəli, bu ayə çox məşhurdur. Allah Cəllə Cəlaluhu buyurur: Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: Mən səni insanlara imam təyin edəcəyəm. Tamamilə doğru. Şia alimləri bu ayədən yola çıxaraq çox mürəkkəb bir iyerarxiya qururlar. Məsələn, Əl-Kuleyni Əl-Kafi kitabının 1-ci cildində İmam Baqirdən belə bir rəvayət gətirir. Allah İbrahimi əvvəlcə qul seçdi, sonra Peyğəmbər etdi, sonra Rəsul, daha sonra Xəlil, yəni dost etdi. Bütün bu mərtəbələri keçdikdən sonra isə ən sonda ona səni insanlara imam edirəm dedi. Yəni demək istəyirlər ki, imamlıq peyğəmbərlikdən, hətta rəsulluqdan da üstün bir məqamdır. Çünki o ən sonda ən çətin sınaqlardan sonra verilib. Eynən, müasir və klassik Şia alimləri bunu bir mənalı olaraq belə izah edirlər. Məsələn, Seyyid Muhammed Səid Əl-Həkim yazır ki, İbrahim əvvəlcə peyğəmbər idi, amma imam deyildi. İmam təyin edilməsi sınaqlardan keçdikdən sonra oldu. Məkarim Şirazi və Əllamə Ət-Təbatəbai də öz təfsirlərində xüsusi vurğuluyurlar ki, bu məqam İbrahimə ağır imtahanlardan, yəqinlik və səbat mərhələlərini keçdikdən sonra verildi. Bir dəqiqə, əgər Məkarim Şirazinin və Ət-Təbatəbainin dediyi kimi, İbrahim Peyğəmbər bu məqama çətin sınaqları keçərək, səbir və səbat göstərərək, yəni əməlləri ilə nail olubsa, deməli o bu məqamı qazanıb, yəni ərəbcə desək, buna istihqaq edib, layiq olub. Mükəmməl bir məntiqi nəticə çıxardın. Bəli, Şeyx Əs-Saduq Məani Əl-Əxbar kitabında elə məhz belə yazır. O deyir ki, Allah İbrahimi sınaqdan keçirdi ki, ona verdiyi mükafatı layiq, yəni istihqaq etdiyi üçün vermiş olsun. Yəni İbrahim öz salih əməlləri, itayəti və sınaqlara dözümü ilə imaməti haqq etdi. Yaxşı, bu ilk baxışdan çox gözəl və ədalətli səslənir. İnsan əziyyət çəkir və qarşılığında məqam qazanır. Amma mənim bildiyim qədərilə Şiə əqidəsində imamlıq belə qazanılan, əməllə verilən bir şey deyil axı. O, insanın cəhdindən asılı olmayan ilahi bir seçim deyilmi? Ay sağ ol, bax elə ən böyük qırılma nöqtəsi də buradadır. Şia alimlərinin bu ayəyə verdikləri İbrahim imaməti qazandı və layiq oldu təfsiri, əslində öz təməl inanc sistemləri ilə, yəni imamət yalnız Allahın lütfüdür, kimsə ona əməli ilə çata bilməz əqidəsi ilə dəhşətli dərəcədə toqquşur. Doğrudan bu ziddiyyəti alimlər özləri necə etiraf edirlər? Bu böyük teoloji toqquşmanı Şeyx Əl-Müfidin və Şərif Əl-Mürtəzanın öz layiqlik fəlsəfələrini necə inkar etdiklərini silsiləmizin 2-ci hissəsində bütün detalları ilə görəcəyik.